Salam dostlar, bu günləri mən sizə REST API vasitəsilə Power BI necə çalışdırmaq olar, qısaca belə desək, REST API vasitəsilə Power BI Workspace-ində hansı cür sxemalar yarada bilərik və həmin o sxemalara biz necə datanı göndərə bilərik. Qısacalar o haqqında danışacağım sizə. Demək, bizdə var 4 dənə fayl. Helpers-də biz nə edirik? Biz əsas olaraq token yaradırıq. Həmin bu tokeni biz post metodunda, yəni datanı push eləmək lazım gələndə tokenden istifadə edirik. Demək, bizdə var config faylı. Həmin bu config faylın içərisində var bizdə data, hansı ki biz sxema yaradandan sonra ora göndərəcəyik. Product ID-si budur. Sonra product ID-si budur. Əgər bura gəlsək, sxema, demək mən burada sxemanın adını görəm. Sxema, yox, bunu üzr istəyirəm, bunu eləyin. Sxema metafiles 1. Table-ın adı olsun məhsul və bir də bizdə var, DAX query var, hansı ki biz onun, burada biz product ID-ni çağırırıq, yəni həmən məhsul table içərisindən product ID-ni görmək istəyirik. Bu 4 yəni datanı göndərmək, sxemanı yaratmaq və DAX query-ni execute eləməyi sizə qısaca göstərirəm. Demək, gəlirik biz bura, buradan birinci biz nə edirik? Sxema yaradırıq. Gəlirik, run edirik. 301, demək ki, sxema yarandı. Biz burada görək həmin faiz 1-i. Sonra nə edirik? Bunun üstünə gedirik. Bizdə heç bir data yoxdur, boşdur. Boşdur, görürsünüz. Heç bir şey yoxdur. Həmən gəlirik, biz buradan dataset ID-ni götürmüş oluruq və sonra onu burada istifadə edirik. Həmən o workspace-də olan sxemaya biz data göndəririk indi. Baxın, burada 201, yəni yenə də data getmiş oldu. Əgər biz burada indi product ID-ni bura qoysaq, həmən sales-ı da satış value-ya qoysaq, həmən config faylında olan eyni product ID-ni görürük. Əgər biz dəyişmək istəyiriksə, məsələn, role göndərmək istəyiriksə, yeni, yəni populate eləməsin deyəm, başqa yeni product ID göndəririk, run edirik yenidən və əgər gəlib burada yoxlamış olsaq, görürük ki, real time data buradadır. Və üçüncü bizdə var DAX query, həmən o dediyim evaluate edirik, DAX query-də məhsul table-ında olan product ID-ni gətiririk. Ögər biz bunu qısaca olaraq run etsək, həmən bu matrixdə olan, table-da olan product ID bizdə burada görsənəcək və gələcəkdə bizə lazım gələrsə əgər hansısa DAX query-ni evaluate edəndən sonra, filtrləmə edəndən sonra belə deyək, həmən onları biz mövcud dataya push edə bilərik və yaxud yeni bir sxema yaradıb orada biz əlavə bir köməkçi table kimi istifadə edə bilərik. Bu qədər, sağ olun.